kimdən qələbə qazanar. Hiss olunur ki, onlarda nəsə var. Çünki hər oyundan sonra biz sakit dururuq, amma hər oyundan sonra bizi final verirlər, sonra rəvan orada çıxır deyir, bu final deyildi. Ondan sonra yenə verirlər, yenə çıxır deyir, final deyildi. Amma xallar gedir, çempionat gedir, amma yenə də eyni şeylər davam edir. Gün də ələ baxmır, varda baxmır, kimi edəcəyi deyir, kimi bilmirəm. Ələ baxmır, təmiz əl baxmır, yəni burada galiba eyni moment, mən sizə 15 dənə moment gətirərəm, yenə penalti verir. Biabırçılıqdan başqa şey yoxdur, komandaya yoldaşlarıma təşəkkür edirəm, möhtəşəm xarakter göstərirlər, amma sağ olsunlar ki, artıq neçənci dəfədir bu hal yaşanır. Yəni, sən də bu nədən qaynaqlı? Yəni, bir dəfə olsa gəlir təsadüfdir, iki dəfə olsa finallar təsadüfdir. Bilmirəm, yəqin ki, hakimlər səhv edir, səhv belə, nə deyərsən, yalandan səhvdir yazmaq olan üstlərinə. Hər dəfə, bir dəfə olsa mən başa düşərəm, sezon əvvəlindən başlayır. Biz sezon əvvəlində neçə xal itirmişik, indi biz bəlkə üstünlük edirik, amma yenə də biz davam edirik, vuruşacaq, çünki komanda yoldaşının doğrudan da möhtəşəm xarakteri var. Bilmirik, kimə qarşı vuruşacaq, rəqibə qarşı yoxsa sizlərə qarşı.